Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Emirat İnşaatda yenidən sizləri salamlayırıq və bugün sizlərə söhbət açacağıq. Məhz elə bu duş kabinalardan insanlar gəlirlər, müraciət edirlər. Bütün mənzillərə quraşdırmaq rahat şəkildə olur. Həm evlərə, həm həyət evlərinə, bina evlərinə, hara istəsəniz, yəni mümkündür. Əsas nədir? Ölçünü doğru verirsiniz və salam və gəlib seçim edirsiniz. Seçim edəndən sonra isə rahat şəkildə burada olan peşəkar mütəxəssislər sizin duş kabinalarınızı hazırlayırlar və aparın mənzilinizə yerləşdirirsiniz. Bunu indi şüşəsi haqqında, profil haqqında, ölçüləri haqqında bizim burada peşəkar mütəxəssisimiz var ki, o özü söhbət açacaq. Elə başlayaq. Məsələ qarşısında dayandığımız bax bu duş kabinadan. Alüminium profil qızıl rəngdə, altılıq şüşə ilə 90 sm-dan 90 sm-yə. Yəni bunlar ən çox bina evində istifadə olunur. Hamamlarda məsafə dar olduğu üçün bina evində ən çox istifadə olunur. Hə, yəni şüşənin də eni azdır. Bu 90-lıq. Təbii ki. Yəni 2 qapılı, 2 sürgü qapılı. Və istədiyimiz rəngdə də bunu rəngləyə bilirik. Təbii. Yəni siz vanna otağınızın dizaynına uyğun, yəni kafir metlağına uyğun bu profilin rəngini dəyişə bilərsiniz. Sadə alüminium öz rəngində də qala bilər, qaradır, ağdır, göydür, bozdur. Nə rəngdə istəsəz rəngləyin. Yəni istədiyiniz ölçüdə, bəli, istədiyiniz dizaynda. Şüşələr sadədən başlamış, bax belə həm mat, həm də bəzəkli ola bilər. Hə, həm də şüşənin qalınlığı da var. Qalınlığı da var. Bax bu hal-hazırda 6-lıq şüşədir. Bu 6-lıq şüşə. Bəli. Var 8-lik var, 12-lik var, amma ən çox istifadə olunan 6-lıq 8-lik. Həm zərbəyə davamlı olur, həm belə deyək, suyun istiliyinə, soyuqluğuna, temperaturu bunlar göstəriciləri yüksəkdir. Bişmişdir. Yəni bunlar qırılıb çatlanmırlar. Qırılırlar. Yəni ən böyük tikəsi bir qədər olur. Hə, pul kimi olar. Yəni bunun əsas qorumaq lazımdır tinlərinin dəyməməsi. Çünki bu belə şüşələr tindən olanda partlamaq ehtimalı var. Amma bunların kənarları rezin olduğundan, bir-birinə gəlib rahat şəkildə bağlandığından, yəni tinin dəymə ehtimalı sıfıra bərabər olduğundan bunlarda partlamalar müşahidə olunur. Burada daha sonra bizim eyni modelin 1 metrəliyi idi. Yəni sadəcə dizayn fərqi. Yəni qiymət tam olaraq demək olmur. Nə üçün? Həm ölçüyə görə, həm metalına görə, həm rənglənməsinə, həm də şüşənin sadə və qalınlığı olmalıdır. Yəni sadə şüşə, yəni o bir tərəfdə var. Sadə ağ şüşədir. Yəni sadə şüşə dediyimizdə bax bu necə? Bu ağdır. Yəni bunun oval forması da var, bunun kvadrat forması da var. Yəni necə istəyirsinizsə, necə dizayn etmək istəyirsinizsə, onu da rahat şəkildə edə bilərsiniz. Bəzəkli şüşə. Həm də paddonun üzərindədir. Hə, paddonun üzərində yəni. Paddondan. İçi üzərindədir və bu da olduqca möhkəmdir. Yəni 200 kiloqram, 300 kiloqramlıq insan da üzərində rahat şəkildə dayana bilər. Adətən söyləyirlər ki, yəni bunun paddonu, bunun altlığı nə qədər möhkəmdir və nə qədər zərbəyə, nə qədər çəkiyə davamlıdır. Rahat şəkildə söyləmək olar ki, 300 kiloqram, 500 kiloqramlıq insan da yəni 500 kiloqram bu həm də rus hesalıdır, sertifikatı da var. Hə. Yəni zəmanət verilir. Təbii ki. Bütün məhsullara zəmanət verilir və məhsulların da sertifikatı var. Ümumiyyətlə hara yaxınlaşmağınızın asılı olaraq məhsul seçirsinizsə çalışın onun sertifikatını tələb edəsiniz ki, hara istehsalıdır, necə bişirilmə texnologiyası həyata keçirilibdir, nə qədər zərbəyə davamlıdır, nə qədər forma vermək olar, necə quraşdırmaq olar. Yəni bütün bunlar haqqında orada ətraflı məlumat verilir. Bizdə adətən Rusiya, bir də Türkiyə istehsalı şüşə qabinlərdir, ara kəsmələrdir. Yəni kənarlarda bax belə rezinlidir ki, suyun buraxmasının qarşısını alır. Bax belə, baxın, diqqət edək. Yəni açıldı rahat şəkildə. Gəlir, kənarları sıxılır və örtürsən ağız-ağıza gəlib dayanır və bunu hər iki tərəfə də çevirmək və qatlamaq da mümkündür. Hətta belə bir şey deyim, yəni hardasa görüb bəyəndikləri bir modeli çəkib gətirsinlər. Olduğu kimi dizayn edirik, istehsal edirik, müştəriyə təhvil veririk. Həm çatdırılma, həm quraşdırılma. Yəni harda görürsünüzsə, rahat şəkildə çəksinlər, mobil telefonlarına gətirsinlər ki, mən bu dizaynda, bu rənglənmədə, bu şüşədə, bu qalınlıqda, bu profildə belə bir, necə deyərlər, duş kabinası deyirəm. Vitrin olduğu üçün biz çox vaxt alüminium profildən istifadə edirik, yəni bunların nej profili də var. Nej də var ki, paslanmır, çürümür. Yəni alüminium da paslanmır. O da paslanmır, təbii. Sadəcə keyfiyyət əsaslı, məsələn, nej daha keyfiyyətlidir və o da həmçinin bunun kimi hər rəngdə istəsəz boyaya bilər. Yəni bu bizə görüntü olaraq müştərilərə təqdim etmək üçün burada dizayn olunan duş kabinalardır. Bunların bütövlükdə rəngini də dəyişə bilərsiniz. Şüşəyə başqa cür dizayn da verə bilərsiniz. Şüşənin qalınlığını da seçə bilərsiniz. Sadə şüşə də seçə bilərsiniz. Belə mat da seçə bilərsiniz. İstədiyiniz bəzəyi siz duş kabinanıza verə bilərsiniz. Tamamı dekorasiyasına uyğun seçim eləmək. Yəni bu da zövqdən
açıq olan məsələlərdir və təbii ki, keçmişdən bu yana vannalar yenə də günümüzdə aktualdır. Təbii. İnsanlar var ki, onlar vannada rahat uzanıb su doldurmaqla istirahət etmək üçün belə vannalardan istifadə edirlər və bizim də burada yenə də möhkəm materialdan hazırlanan və zəmanət verilən vannalarımız var ki, onlarla gündəlik olaraq dəyişir və yeni çıxan bütün vannalar məsələ MRT inşaata gətirilir. Yenə də sifariş olsa müştərilər tərəfindən biz həmin vannadan da gətirmək gücündəyik. Bu da yəni ki, yəni bizim bütün mənzillərdə gördüyümüz bu vanna ölçülərdir. Keçmişdən bu 1.50-likdir. yana 70-in 1.50-yədir. Standart Leningrad tipli binaların hamısına uyğun gedir. rahat şəkildə gedir. Yəni bundan da istifadə edə bilərsiniz. Adətən bina evlərində trap məsələləri müşkül məsələyə çevrildiyindən insanlar yəni belə Ən vannalardan çox istifadə edirlər. vannalardan bir də bayaq sizə göstərdiyim paddonlu O paddonla kabinet çünki onun da yeri var, borunu o standart sifona uyğun gedir. standart sifon olmur. Sistemi. Ona görə kanalizasiya sisteminə rahat şəkildə quraşdırmaq olur ki, ətrafa su verməyəcək. Yəni bu günümüzdə müasir texnologiyalar günü-gündən inkişaf etdiyini, yəni bina evlərində də hətta trapı rahat şəkildə qoya bilmək gücümüz, imkanımız var. Yəni də yəni peşəkar usta lazımdır ki, onu elə quraşdırmalıdır ki, aşağı mərtəbələrə yəni su getməsin. Bunu da etmək mümkündür və bizim burada vannamız var ki, onun da endirimi var, elə deyilmi? Endirmə vannamızda 320 manatdan 270 manata endirmə düşüb. Təmiz Türkiyə istehsalıdır, Farmina firmasına aiddir. Özünün də qalınlığı keyfiyyət Çox qədər yaxşıdır. keyfiyyətlidir, baxıram. Hətta profilləri də qalındır. Yəni o birilərə baxmış, bunların profilləri Yəni, həm paslanmaz, həm də qalın. Yəni bunu kənardan da göstərmək olar. Olduqca qalın bir materialdan istehsal olunur. Yəni bunlar vaxt keçdikcə, il keçdikcə rəngində saralmalar müşahidə olunmur. Yəni vannalar var ki, bir müddətdən sonra üzərində rəngin dəyişməsi müşahidə olunur, saralmalar müşahidə olunur. Ancaq bu vannalarımızda bizim saralmalar müşahidə olunmayacaq. Yəni burada istədiyiniz ölçüdə vannalarımız və duş kabinələrimiz var. Hətta endirimli növbəti məhsulumuz var ki, 520 manatdan 420 manata endirmə düşüb. O vanna bax, məhz bu vannanın özü. 80-ədir. Bu vannanın özüdür. Bu vannan. Bunlar da biraz möhkəmdir. möhkəmdir, eyni firmanın malıdır, Farmina firmasının. Bunlar ölçüsü qısıtlı olan ya bina, həyət evlərindən ötəridir. Çünki bu fikir verirsiniz. Hə, əyməsi var. Bəli. Və kəsməsi var. Yəni təbii insanlar yəni vanna otağında indi standart bina evlərində müəyyən ölçülər var. Ancaq həyət evlərində əgər özləri üçün vanna otağı hazırlayırlarsa müəyyən ölçülər haqqında düşünürlər və bu ölçüləri də həyata keçirdikdən sonra gəlib ona uyğun artıq vannalar və ya da duş kabinalardan istifadə edə bilərlər. Yəni bütün bunlar hamısı MRT inşaatda var. Odur ki, əziz dostlar, hər birinizi dəvət edirik MRT inşaata gəlib bax belə gözəl vannalardan və duş kabinalardan alıb istifadə edə bilərsiniz. Yəni vanna otağınızı gözəlləşdirə bilərsiniz. Təbii ki. Güzgülərimiz də var. Sensorla çalışan güzgülərimiz. Bunlardan da istifadə edə Bunlar bilərsiniz. knopka ilə də sensorla olan bunlar. Hə, sensorla da var və bağlama ilə də olan bizim altından güzgülərimiz var. Bu kənarlarından yanıb sönənlərdir və sensor güzgülərimiz buradadır. Yəni bir toxunuşla yandıra da bilərsiniz, söndürə da bilərsiniz. Qiymət üzərində var, 140 manatdır. Yəni MRT inşaatda əziz dostlar hər şey var. Odur ki, ilin 365 günü loteriya kampaniyası həyata keçirilir ki, Zəfər gününə aid olan gecəmizdə özəl bir tədbirimiz baş tutacaq ki, Niva markalı avtomobili siz də uda bilərsiniz. Ümumiyyətlə, hansı vaxtlarda əgər loteriya keçiriləcəksə, həmin vaxtlarda mütləq avtomobil olunacaq. Odur ki, gəlirsiniz, alış-veriş edirsiniz, kupon əldə edirsiniz və rahat gəlib bizim loteriyamızda iştirak etməklə siz də müəyyən avtomobilləri uda bilərsiniz. Onu da qeyd etmək istəyirəm ki, pulunuz yoxdursa, şəxsiyyət vəsiqəsi ilə yerindəcə kreditdə əldə etmək imkanınız var. Bir kart, taksit kart da keçərlidir və onu da qeyd edim ki, bizim paylaşımlarımızı siz də paylaşın ki, daha çox dostlarımız görsünlər və gəlsinlər gündəlik olan endirimli məhsullardan yararlansınlar. Çünki bura MRT inşaatı bizdə çalışırıq ki, sizinlə bir bərabər tikək.